Gəlin 54-cü testə baxaq. Həyata əks etdirmə baxımından ardıcılığı davam etdirə bilər. Səməndər quşu, Nuh Peyğəmbər, 131. Bunlar deməli hamısı epik növə aiddir. Və bizdən epik növə aid soruşursa, deməli qodu lirik növdür, xan oyunu dramatik növdür, lal dinməz dramatik növ, dəyirman dramatik növ, deməli dava yorğan davasıdır, məsəldir, epik növə aiddir. Verilmiş nümunədə janrı tapın. Çünki onun dəyirmançı çağır gəlsin dan Koroğlu. Deməli bu varsa da zaten deməli məsəldir. Janr baxımından uyğunluq pozulmuşdur. Dastandır. Tomris rəvayətdir, epik növə aiddir. Şifahi xalq ədəbiyyatı ilə bağlı səhv fikri seçin. Ən qədim nümunələr dörtlü şəklindədir. Bəli, ağalar insan ölümü ilə bağlı nəğmələrdə düzdür. Yaratmaçılar nəzmlə və nəsrlə ola bilər, düzdür. Lətifələrdə sarkazm, yəni kinayə, yumorla və ağılı bərabər sarkazm, kinayə də mühüm yer tutur, düzdür. Çünki tənqid məsələsi var orada. Qodu nəğməsində o da inam öz əksini tapmışdır. Xeyr, qodu mövsüm, yəni yağışlarla bağlı oxunan, hava şəraitinin təbiətlə bağlı oxunan nəğmələrə aiddir. Verilmiş xüsusiyyətlər janrı hansı janra aiddir? Hərfi mənada anlamaq, dərk etmək olmur. Hərfi məna deyirsə, zaten burada tapmazanı deməli soruşur bizdən. Səməndər quşu, Astyak, 131 epik növə aiddir bunlar. Bizdən də epik növə aid olanı soruşur. Ustu dramatik növ, lal dinməz dramatik növ, dəyirman dramatik növ, qodu lirik növ, Doyan rəhmətli kim olar məsəldir, epik növə aiddir. Qanadı var uçmağa, iynəsi var saçmağa, sevir işi zəhməti, odur ki var hörməti. Bu deməli tapmacadır bu, çünki gizli formada verilib. Bunların biri dramatik növə daxil deyil, uçtu daxildir, dəyirman daxildir, dəsmalı ver daxildir, əl üstə kimin əli daxildir, qodu nəğmədir, ora daxil deyil. Verilmiş bayatı hansı şeir şəklinin formalaşmasında iştirak edir? Mən aşiqəm, üz barı, canan gəldi üz barı. Azad bağda gül açıb, nazlı dilbər, üz barı. Deməli, burada bilirik ki, cığalı təcnis deməli daxilində verilə bilər. Çünki təcnis formasında verilən bir şeir formasıdır. Deməli, bu cür bayatlar cığalı təcnisin içində verilir. Bundan əvvəlki testlərdə bu haqda danışmışıq. Şifahi xalq ədəbiyyatının ən qədim janrı hesab olunur. Bilirik ki, əmək nəğmələri hesab olunur. Nümunəyə uyğun düzgün fikri seçin. Əzizim vətən yaxşı, geyməyə kətən yaxşı. Gezməyə qəribə ölkə, ölməyə vətən yaxşı. Epik növdədir, xeyr. Bu bayatıdır, lirik növdür. Müəyyən ritualı yerinə yetirmək. Müəyyən ritual deyəndə daha çox bu adət-ənənələrlə bağlı, müəyyən bir mərasimlərlə bağlı, toylarla falanla bağlı və yaxud da yağış çağırma, gün çağırma görürük ki, burada o şey yoxdur. Ağır əməyi yüngülləşdirmək üçün yox, oxunmuyub. Özünə məxsus musiqi havası olması bu mahnıya aiddir, mahnı deyil, bayatıdır. Əsas fikir son iki misrada. Bəli, bayatlarda bilirik ki, birinci, ikinci misralar, yəni onlar fikri yaratmaq üçün zəmindir, amma əsas fikir 3-cü, 4-cü misrada, yəni son iki misrada verilir. Verilənlərdən hansı aşağıdakı fikrə aid deyil? Şeir qoşur, dastan yaradır, onları ifadə, yaradıcı aşkları soruşur bizdən. Deməli, bizdən yaradıcı aşkları soruşur. Baxıram ki, Abbas Tufarqanın yaradıcı aşıqdır. Xəstə Qasım yaradıcı aşıqdır. Aşıq Şəmşir yaradıcı aşıqdır. Aşıq Hüseyn Cavan yaradıcı aşıqdır, amma Aşıq Kamanda yaradıcı aşıq deyil, ifaçı aşıqdır bu. Qoy qabağına yazım, yadınızda qalsın. İfaçı aşıq. Verilənlərdən biri kollektiv şəkildə həyata keçirilir. Nuh Peyğəmbər yox, kollektiv şəkildə oyunlar olar da, dəyirman deməli. Şifahi xalq ədəbiyyatının hansı janrında ustadnamə ilə başlayıb duvaqqapnamə ilə bitir? Duvaqqapma ilə bitir. Dastandır bu. Şifahi xalq ədəbiyyatının hansı janrı epik təhkiyə ilə lirik təqdimat? Yəni nəsrlər, nəzm növbələşməsi bilirik ki, bu da dastanlarda olur.